Yəqin ki, bir çoxunuzun Udemy platformasından xəbər var. Udemy kursların paylaşıldığı bir platformdur. Udemy-də gəzərkən birdən çox kurslar aldım və test üçün yoxladım. Bu kursda misal üçün 323 təhsil alan tələbəsi var bu müəllimin. Mən də həvəsə düşdüm. Bir kursun da 9 dollardan olduğunu fikirləşsək, minimum məbləği götürərək 9.99 vur 360 nəfərə vurduqda 3500 dollar olduğunu gördüm gəlirini. Mən də Udemy-də müəllim platforması yaradaraq əziyyətlə kontent hazırladım. Bu kontentin bütün videolarını da şəxsən çəkərək yerləşdirdim. Şəklini, yazılarını, hər şeyini hazırladım. Qiymətini də 22 dollardan ortalama 2 kademeli olaraq seçdim. Təbii ki, Udemy 9 dollarla 54 dollar arası bir satış göstərir. Üstündən 2 ay keçdi və satış eləməyə başladım. Bütün statistikam bunlardır. Hal-hazırda 11-12-yə yaxın tələbəm var və mənim gəlir statistikama baxdıqda isə 13 nəfər tələbəm var. Mən isə bu 13 nəfərdən 18 dollar 45 sent qazanmışam. Yəni, bayaqki hesablamamıza görə 13 vur, minimumdan hesablayıram, .99-da 129 dollar, 130 dollar qazanmalı olduğum halda mən Udemy-dən 13 nəfərə 18 dollar qazanmışam. Udemy platformasında işləyən müəllimlər o qədər də çox qazanmırlar.